Ha, götürdüm. Vallahi. İnşallah. Qayda qanun belədir də. Orası elədir. Siftə həmişə elə olan şeydir. Dostlar, salam aleyküm. Hər birinizi xoş gördük. İstərsən bax kanalından sizin hər birinizi salamlayıram. Əziz dostlar, əziz qardaş, Loğmanla gəlmişik balıq ovuna. Əlavə olaraq da ağdaşlı dostlarımızdan deməli Kamil və deməli Bəruz qardaşımız bir yerdəyik. Siftə belə bir balaca bir balıq tutduq. Bir misal var deyə siftə həmişə saxlamaq lazımdır. Ta iri gələnə qədər. Hələ ki müvəqqəti olaraq bunu saxlayıram dostlar. Amma inşallah irisi gəlsin, Allah qoysa. Sağ ol can, Allah razı olsun. Çox sağ ol qardaş. Necə deyirlər, hər birimizə rast gəlsin, uğur olsun, xeyirli və uğurlu olsun inşallah. Rast gəlsin qardaş. Bir kukan və dostlar. Balıq da dayanmır, çox həyasızdır. Beləcə keçdik, kukanımızı suya atdıq ki, balığımız da orada özü üçün üzü güləsin. Bir dəqiqə. Paplovok bir tərəfə getdi, o bir tərəfə. Rəssalam. O burada, bunu da buralara bir yerə hörüklüyüm. Əla. Xeyirli uğurlu olsun, bərəkətli olsun inşallah. Mən bir şey diqqət elədim ki, yəni balacalar adətən elə aktiv paklovka eləmir. Amma görürsən ki, yox, o da öyle. Bu tərəflər yaxşı işləyir, işte da baba. Arada bir pauza veririk. Pauza verməyimizin də səbəbi odur ki, Güllərin önü var. bəli, oralar. Əslində wobbler orada işləyir. Güllərin önü var. Wobbler orada işləyir. Xırda paklovka. Dostlar, aralıq edib bıraxırıq, sonra yığırıq. Diqqət edəsəz, belə xırda ehtiyatdan yığırıq ki, arada bir dayanmaq lazımdır. Çünki balığın götürmə ehtimalları var. Ona görə də belə bu variantdan istifadə edirik. Qaşıq daha rahatdır. Wobbler bir balaca zəhmətli işdir, amma wobblerdən daha yaxşı nəticə alınır. Aha, bir dənə vuruş oldu, bıraxdı. Bir dənə də götürdü. Dostlar, yavaş yığıram. Allahın köməkliyi ilə, bəli. Bəli, yavaş yığıram dostlar. Vuruş elə çəkir ki, sanki adamı böyük imitasiya təsir bağışlayır, amma baxırıq ki, Allah belə qəbul edilir. Bəli. Dostlar, istifadə edəcəyik. Demək ki, effekt almaq olur. Pis deyil. Çıxartmaq olar, istifadə etmək olar dostlar. Çıxartdıq balığın ağzından. Tiyəni azad eləyək. Belə. Biraz çətin giribdir, amma çıxartdıq. Sonra balığımızı keçirək elə. Buna beləcə Əssalam.
hazırdır. Bunlar soğuduşu orada. Bəli. Xeyirli olsun Loğman qardaşım. Xeyirli olsun, gözəl. Loğman qardaş da indi bir dənəsi düşübdü. Mən də onu çəkirəm sizin üçün. Hələ orta boyda. Gedər. Min bərəkət. Allah min bərəkət versin. Gözəl, qəşəng. Salam verirəm bütün Aleyküm salam. bu kanalı izləyən qardaşları. Allah canını sağ olsun. Hər uğurlar. Çox sağ ol qardaş, sizlərdən Çox baxım. balasılara da uğurlar ki, ovları qanlar. Amin qardaş. Çox sağ ol bu gözəl Sağ ol, dualara. sağ ol. Xeyirli, bərəkətli olsun. Allah illərin rast gəlsin. Mənim üçün də xoş oldu. Allah canını sağ olsun. Mənim üçün də xoş oldu. Sağ ol. Var ol qardaş. Xeyirli uğurlu olsun inşallah. Dostlar, davam edək. Qaşıqlar da müxtəlif cür qaşıqlardır. Ən çox işləyən rəhlər UV rəhlər deyirlər buna. Qızıl rəhlər, UV rəhlər. Hər növ rəhlərdən istifadə olunur. Sürətli yığmaq düzgün deyil ümumiyyətlə. Durna balıq ovunda blesnaları, qaşıqları. Bunun səbəbi çünki balıq bəzən bəli, suyun dibinə açar. Bəli. Ona görə də bir balaca yüngül qramajları çox sürətli şəkildə. Qaşığı dəyişirəm. Bu super iqra verir. İndi qaşığın birini dəyişirəm. Məşhur bir qaşıq növümüz var. Fosfordur. Və həmin qaşığı arxasında tükl var. Bu tipli şeyləri yaxşı effekt əldə eləmək olur. Dəfələrlə effekt almışam. Bir balaca sarıma sürətli olmalıdır. Səbəb də odur ki, ağırlıq var. Yəqin deyirəm ki, zilir işdi, çox ehtimal ki, bəli. Yavaş yığaq. Orada cil var, qabaq tərəfdə. Yavaş yığıram, dostlar. Hələ ki, aha, götürdü dostlar. Sağ ol qardaş, Allah razı olsun Loğman qardaşım. Görürsünüz, ağ qaşıq, yəni atdıq və dərhal da effekt verdi. Belə bir durna balığı tutduq. Durna balığı deyəməz, ona bal balığı deyər. Bəli. Həqiqətən gözəl balıqdır. Balığın dadını bilənlər bilir ki, bu balıq necə balıqdır. Loğman qardaş çox doğru vurğuladı. Bal balıq, gözəl balıq. Əsl mənasında əla balıq növüdür bu balıq. Bəzi yoldaşlar var, yemirlər. İndi hamının özünün öz düşüncəsi var. Biz kimsə haqqında nəsə deməyimiz düz olmaz. Niyə yeyilir, niyə yeyilmir? Hər zonanda özünün öz adəti var. İnşallah. Görürsünüz dostlar, barjavrası dağılır, balaca balıqlardır. Əssalam, toladıq. Yəni, iri balıq gəlmir dostlar. İri balıq hələ ki, effekt alan bilmirik. Onun da səbəbi odur ki, xırda həddən artıq çoxdur. Bu qədər sadə. Dostlar, başlayırıq yığmağa, çox qoymuruq yatsın. Başlayırıq yığmağa. Balaca yavaş yığsaq, stabil şəkildə yığmaq daha doğrudur. Aha, bir dənə atak oldu, buraxdı. Yine yığıram. Ən çox cilin qabağından götürür dostlar. Woblerdən effekt almaq olardı əlbəttə ki, amma aha. Hətta burada da vuruş oldu. Amma nəsə götürmədi. Bu rəhlər çox gözəl effekt almaq olur. Gözəl bir igrası var. Aha. Aha, hətta gör hərəkətə gəlir dostlar. Yəni burada idi o şuka. Bəzən belə bir ataklar deyirik ki, yoxlamaq lazımdır. Çıxara bilsəm bu şeydə. Şey. Dostlar, Loğman qardaş bir dənə də balıq tutdu. Bərəkətli olsun. Əla. Bərəkətli olsun. Gözəl. Əla. Bizdə.
tiyələri dəyişmək istəyirdim. Bəzi tiyələr var, onlara nəzər keçirməliyəm. Ağ qaşığımız var. Belə bir gözəl qaşığımız. Çox balıqlar tutmuşam mən bu qaşıqla. Yaxşı nəticələr əldə eləmişəm. Götürür. Gözəl. Gözəl. Hə, cildi. Yaxşı olar Allah qoysa. Lotkamızın suyu deyirəm. Ya, problem yok. Eyvallah. Dur, hara kadar vurdu. Dur, ortaya satana kadar vurdu. Belki də lotkanın altında deyil. Bu da gözəl, üzücü variantlıdır. Biraz nəzik qaşıqdır, amma əladır. Dostlar, yavaş yavaş. Biraz yüngül qaşıqdır. Onun üçün mən bir balaca buraxıb yığıram. Ki, biraz aşağıdan gəlsin. Yəni, yaxşı qaşıqdır. Çoxlu durna balıqları tutmuşam bu qaşıqdan. Şamaykanı imitasiya edir. Dostlar, xırda balıqlar hətta çoxdur. Xırda balıqlar. Aha, götürdü. Bir dənə çox sağ ol qardaş, Allah razı olsun. Bir dənə də belə balaca durna balığımız gəlir. İri deyil. Xırdadır, çox xırdadır. Bu buraxılacaq. Zaten da xırdadır. Çox balacadır. Balığı biz ki bıraxmalıyıq. Əgər dayansa təbii ki. Aha. Xırda balıqlar. Ay maşallah, gözəl. Ya Allah bərəkət versin, lap əladır. Gözəl. Dostlar, bax belə gözəl balığı nə etmək lazımdır? Bıraxmaq lazımdır. Bərəkətli olsun, xeyirli olsun. Buyurun. Kocaman balıklara demezdim. Bəli. Genç balıklara ne olsun? Yani xırdalar. Bəli. Xırdaları mütləq dostlar bıraxmaq lazımdır ki, bu balıqlar da iriləşsin. Balıqların rəqsi, suların ahəngi. İstərsən bax, nə tapırsan sakitlik rəngi.